Salam, hər vaxtınız xeyir olsun, əziz şagirdlər və abituriyentlər. Bugün biz sizlərlə birgə çaylara aid nümunə test tapşırıqlarına baxacağıq. Hansı ki, həm qəbul imtahanına qədər sınaqlarda və eyni zamanda qəbul imtahanında da bu tip suallardan, bu mövzuya aid bu tip suallardan geniş istifadə edilir. Testimizə diqqət yetirək. Birinci sualda bizdən uyğunluğu müəyyən etməyimizi istəyir. Çaylar verilib, Tərtər çay, Bilək çay və Həkəri və uyğun variantları seçmək lazımdır. A variantında deyir ki, keçdiyi ərazidə şərq çinarı qorunur. Bildiyimiz kimi ölkəmizin ərazisində şərq çinarı Zəngilan rayonu ərazisində Bəstçay Dövlət Təbiət Qoruğunda qorunur və bu çaylardan Həkəri Zəngilan rayonu ərazisindən keçir. Yəni uyğun olaraq üçə biz A qeyd edirik. B. Dəldağ zirvəsi mənbəyinin ən hündür zirvəsidir. Dəldağ zirvəsinin hündürlüyü bildiyimiz kimi 3616 metrdir və Qarabağ vulkanik yaylasının ən hündür zirvəsidir və Tərtər çay da Qarabağ vulkanik yaylasının başlayır, yəni mənbəyini Qarabağ vulkanik yaylasından götürür. Yəni 1-ə B uyğun gəlir. C. Bolsulu dövrü Mekong çayı ilə eyni deyil. Cümlənin sonuna diqqət yetirək. Deyir ki, eyni deyil. Mekong çayı bildiyimiz kimi Cənub-Şərqi Asiya regionunda musson rejimli çaydır. Yaylarında musson küləkləri okeandan materikə doğru bol rütubət gətirir. Yağıntı çox düşür. Bu ərazidə Mekong çayı yay dövründə bol sulu olur, qışda qıtsılı olur. Və verilmiş çaylardan Vilək çaya diqqət yetirsək, cənub zonasından bizdə, cənub zonamızdan axır. Keçdiyi ərazilər daha çox yerləşir yay quraq keçən mülayim isti iqlim. Yay quraq keçən mülayim isti iqlim dediyinə görə, olduğuna görə Vilək çayın da bol sulu dövrü deməli düşür qış aylarına. Yəni Mekong çayında yay aylarıdır bol sulu, Vilək çayda qış ayları. Deməli eyni deyil. 2-yə də uyğun olaraq C variantını qeyd edirik. 1-ə B, 2-yə C, 3-ə A variantı, D variantı testimizin doğru cavabıdır. İkinci sualda bizə deyir ki, mənsəbi okean səviyyəsindən aşağıda, yuxarıda, okean səviyyəsində və kor mənsəbli olan müvafiq çaylar. Kor mənsəbli çaya diqqət yetirək. Kor mənsəbli çay o idi ki, çay mənsəbi olmur. Yəni gedib suyunu hansısa bir töküləcəyi yerə çatdıra bilmir. Yəni quruyur. Əsasən bildiyimiz kimi ölkəmizin ərazisində yağış suları qidalan çayları qeyd edirik. Variantlara diqqət edirik. A variantında deyir Kür, bəli, mənsəbi okean səviyyəsindən aşağıdadır. Reyn okean səviyyəsindədir. Lena okean səviyyəsindədir. Uyğunluq pozuldu. A deyil. B. Volqa çayı Xəzərə tökülür. Okean səviyyəsindən aşağıdadır. Mənsəbi Sırdərya Aralar tökülür. Okean səviyyəsindən yuxarıdadır. Amazon Atlantik okeana birbaşa tökülür, okean səviyyəsindədir. Rio Negro isə Amazon çayına tökülür. Yəni kor